Salam əzizləyicilər, bir dəqiqə bir sual videomuzda xoş gördük sizləri. Bu videolarda biz sizə son illərdə qəbul imtahanına düşmüş coğrafiya suallarının izahını veririk. Elə suallardan birində bizə deyir ki, doğru olan fikirləri müəyyən edin. 1. Böyük su ayrıcı dağ silsiləsinin qərb yamacı boyunca savanna və seyrək meşələr təbii zonası yayılmışdır. Yayılmışdır. Bu fikir doğrudur. Xəritəyə baxıb görə bilərsiniz. Filippin və Madagaskar adaları tropik iqlim qurşağında yerləşir. Yox. Bunlar deməli Madagaskar düşə bilər, amma Filippin daha çox subekvatorial və ekvatorial düşür. Şərqi Asiyanın ən uzun çayı tranzit çayıdır. Şərqi Asiyanın ən uzun çayı yansızdır, amma tranzit deyil, səhvdir. Paska və İslandiya litosfer tavalarının divergentdə yerləşir. Bu doğrudur. Almaniya və ABŞ-da təsərrüfatın 4-cü sektoru olar, inkişaf edər. Yüksək məhsuldarlığa malik əkinçilik istehlak tiplidir. Yüksək məhsuldarlıq intensivdir. İntensiv olan isə daha çox əmtəə üçündür. Yəni satış üçün, əmtəə. Deməli, bu sualda doğru cavabları istəyirdi bizdən. Doğrular isə yalnız hansıdır? 1, 4 və 5. Bu sualda doğru cavabımız 1, 4 və 5'dir.